Salam, sabahınız xeyir qızlar. Necəsiniz? Gününüz xoşmənalı keçsin. Qızlar, sizdə də belə olur. Axşamdan nəsə həvəsiniz olmur iş görməyə, yığışdırmağa. Bu gün də məndə axşam heyli oldu. Hər yerimiz köçür. Hər yerimiz dağınıq, tör-töküntü olub. Demək ki, hər gün enerji olmur insanda. İndi başlayım. Səhər yeməyini hazırlayım. İşlərimi görüm, buralara əl gəzdirim. Sizə xoş izləmələr. Məni izləyən qızlar, kanalımı izləyən qızlar, çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Qızlar, abunə olmayan qızlar, çox xahiş edirəm. Mənə dəstək üçün abunə olsanız çox sevinərəm. Sağ olun, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Burada qızlar detoks hazırlayıram. Zəncəfil, kivi, ıspanaq və yaşıl almadan ibarətdir detoksumuz. 1 stakan da su əlavə edirəm. Blenderdan yaxşı keçiririk. Sizinlə birlikdə hazırladığım detoksdan 2 stakan alındı.
Qızlar, bir neçə salat hazırlamaq istəyirəm. Onun ərzaqlarını qaynadıram. Bibar salatı, rəngli bibar salatı və boğça salatı, birinci xəmirlə boğça salatı hazırlayıram. Burada saçaqlı pendirdən istifadə edirəm bağlanmasında. Siz də hazırlayın. Bayram süfrələrinə çox yaraşır. Burada isə qızlar göbələkli, toyuqlu, bibarlı, göyərtili qarışımdan yuxanın arasına qoyub yağda qızardacağam. Axşamdan qızlar toyuğumu duzlayıb, istiyotlayıb, turşulayıb, xaldenka qoymuşdum. Səhər aş dəmləyən ərəfədə onu da duxovkaya qoymuşdum. Sadəcə olaraq sizə göstərməyi unutmuşam. Göz haqqınızı halal eləyin qızlar. Gəlirəm poçta. Oğlum üçün pasoka göndərməyə, hərbi xidmətdədir. Onun üçün pasoka göndərirəm. Qızlar, bugün getdiyim mağazindən bir-iki evim üçün aldıqlarım var. Onları istərdim sizlərlə paylaşım. Belə bir çaşka aldım. Ona uyğun belə qab aldım. Sunum sizlərə gözəl bir sunumlar eləmək üçün. İnşallah ki, gözəl sunumlar eləyirəm. Bəyənərsiniz. Bunu gördüm qızlar, çox gözəldir, şirindir. Bunu gördüm, vuruldum. Bunu aldım. Bəyəndiyim ki, yəqin ki, sizlər də bəyənərsiniz. Belə mürəbbə qabı aldım qızlar. Qaşıq aldım 2 dənə ona uyğun. Bu qaldı. Bunu da aldım. Qızlar 6.50-yə idi, 6 manat aldım. Belə bunlardan 2 dənə aldım. Onlara uyğun da 2 qaşıq götürdüm. Bunlarda salat da təqdim eləmək olur. Mürəbbələrdən. Belə. Sonra belə bir kek qabı aldım qızlar. Hər ölçüdə olur, böyük. Mənim qəşəng elektron təzyiq aparatım var idi, xarab oldu qızlar, heyf. Belə bir aparat aldım. Bunda qiyməti 27 manat idi. Bu keks qabını 3.50 aldım. Bunları da qiymətləri, çünki keçən dəfə paylaşdıqlarımdan qızlar yazmışdı ki, qiymətlərini də deyərdiniz. Bunları 10 manat aldım. Bunu 7 manat aldım qızlar. Qaşıqları da bunları 2.50-yə, bunları 3.50-yə aldım qızılları. Bunu dedim 6'ya aldım. Bunu da 5 manat aldım qızlar. Bal qabını 7 manat aldım. Qızlar, belə bir iplər aldım.
Sizlərlə inşallah qəşəng sumkalar ideyalarım var, bunlarla bağlı. Hələlik sürpriz olsun inşallah. Hazır vəziyyətlərini paylaşaram sizlərlə eləyərik inşallah. Belə 2 dənə ağ ip aldım. Belə bu rəngi çox sevirəm. Bu rəngi aldım. Qəşəng sumka bundan eləyəcəm inşallah, hazırlayacağım. Bir də qızlar bunun rənginə baxın. Çox gözəldir. Çox qəşəngdir bu da. Bunlardan da aldım. Bir də qızlar belə ip aldım. Baxın rənginə. Sevirəm də, çox gözəldir. 5 dənə aldım bundan. İnşallah ki bununla da bağlı bir fikrim var, ideyam var. Bundan da toplayaram sizlərlə. Birlikdə toplayarıq. Aldıqlarım bu qədər qızlar. İnşallah ki bəyənərsiniz aldıqlarımı. Kızlar, bu da benim 2 güzgülü kamotum. Ben çok beğendim. İndi keçək içinə baxaq qızlar. İçi qəşəngdir, genişdir, dərindir. 2 hissəlidir. Belə, bir də belə. Bu tərəfdə də işıqlıdır. İçərisində işığı var, açırıq. Şüşəli belə polkası var. Burada da sürmalarıdır. 3 dənə. Beləncək sürmaları var.